Herkese salam, kanalıma xoş gəldiniz. Qızım və yoldaşımla Zefir Mala gəlmişik. Düşündük ki, yeməyi hardan sifariş verək. Axırda qərara gəldik ki, Pizzadan alaq. Pizzanın deluxe növünü seçdik və qiyməti 25 manat. Qırmızı rəng şar hədiyyə elədilər. Öz oturmağa yerləri var idi, amma biz oranı seçmədik. Divan olan oturacağı seçdik. Buranı seçdiyimiz üçün bizə paketdə gətirdilər yeməyi. Əgər orada otursaydıq, bizə karton qutuda yox, öz qablarını da gətirəcəkdilər. Əvvəlcədən bilsəydik, orada oturardıq. Pizzanın dadı xoşuma gəlmədi. Əti həm bərk idi, xəmirin özü də nazik idi. Pizza ilə bərabər kartofeli də sifariş vermişdik. Pizzanı verib kartofelini verməmişdilər. Kartofeliyə o qədər duz vurmuşdular ki, yemək olmurdu. Bir sözlə bərbad. Yeməkdən narazı ayrılıb keçirik uşaq əyləncə yerinə. Giriş 15 manat idi. 24 saat ərzində istifadə eləmək olur. Qızımın yaşı az olduğu üçün pul götürməzdən əvvəl sınaq elədilər. 10 dəqiqə sınaq müddəti pulsuzdur və biz 10 dəqiqədən artıq qalmadığımız üçün ödəniş eləmədik. Təkcə pulumuz pizzaya çıxdı, ona da 40 manat ödədik. Həmin pulla KFC-dən yemək alsaydıq daha doydurucu olardı. Sizdən xahişim kanala abunə olmaqdır. İzləyən kütlənin çoxu abunə olmayanlardır. Abunə olaraq mənə dəstək ola bilərsiniz. Bu mənə motivasiya verir və yeni videolar çəkməyə daha ümid verir. Fikirlərinizi şərh bölməsində yazsanız sevinərəm. Nə yazacağınızı bilməsəniz mənə dəstək üçün hansı bürc olduğunuzu yaza bilərsiniz. Qızım ən çox top havuzuna maraq göstərdi. İçində biraz oturub topları əlinə alıb baxdı. Əslində bu cür yerlər daha böyük uşaqlar üçün nəzərdə tutulub, amma yenə də qızım üçün fərqli bir təcrübə oldu. Sizin getdiyiniz məkanlar hansılardır? Mütləq qeyd eləyin. Bu arada Ramazan ayı da artıq başlayıb. Bu ay birlik, paylaşmaq və xeyirxahlıq ayıdır. Oruç tutan hər kəsin orucunu Allah qəbul eləsin. Ramazan ayınız mübarək olsun. Videodan ayrılmayın, Temu bağlaması açacağım. Bu Temu bağlaması mənə pulsuz başa gəldi. Sifariş edərkən pul ödəmişdim, amma bu sifariş bir ay olar bəlkə gec təhvil aldım. Temu asistanta yazırdım ki, bağlamam hardadır. Yazdılar ki, ünvanı tapa bilmirik. Həm də üstündən çox zaman keçmişdi. Dedilər, pulumuzu özünüzə qaytarıb, bu bağlamada sənə hədiyyə olsun. Bu vasitə duxu doldurmaq üçün poşedir. Xoşladığım duxunu daha kiçik şüşəyə tökmək üçün yaxşı vasitədir. Saçın yanlarından keçirib, gözləri dartaraq çəkici göstərir. Ölçünü də istədiyiniz formada düzəltmək olur, başının ölçüsünə uyğun düzəltmək olar. Qiyməti 1 manat 49 qəpikdir. Bu arada ən çox narazı qaldığım kargo Limak kargodur. Bir dəfə də olsun qapıya çatdırımı etməyib, müştəri tapılmadı kimi qeyd edirlər. Dəfələrlə Temu asistanta şikayət etmişəm. Yenə də Limak kargo sifarişlərimi götürür və vaxtında gətirmir. Yuxu yatarkən işıq düşməməsi üçün belə bir vasitəyə ehtiyacım var idi. Materialı yaxşıdır, yumuşaqdır. Qiyməti 95 qəpikdir. 5 cüt ayrı rənglərdə corabdır. Keyfiyyəti yaxşıdır. Ayağa tam oturur. Uzun deyil, qısa corabdır. 5 cüt corabın qiyməti cəmi 1 manat 19 qəpikdir. Əgər hələ də Temunu yükləməmişsinizsə, açıqlama qismində link qoyacağam. O linkdən daxil olub sifariş etsəniz 150 manatlıq kupon əldə edəcəksiniz. Mismarla divarı korlamaq istəməyənlər üçün əla vasitədir. Yapışqanı açıb istədiyiniz yeri taxıb nə istəsəz taxa bilərsiniz. Daha çox tablo, saat kimi şeyləri taxmağa uyğundur. Qiyməti 1 manat 9 qəpikdir. Mətbəxdə istifadə üçün tərəzidir. 10 kiloqrama qədər ölçə bilir. Tərəzi olmazdan əvvəl xrustal stakanla təxmin edərək istifadə edirdim. Bu tərəzi isə işimi lap asanlaşdıracaq. Qiyməti 8 manat 21 qəpikdir. Maqnitli kipri yenə sifariş elədim. Keçən dəfəkini heç cürə istifadə edə bilməmişdim. Dedim bəlkə bu dəfə yaxşı olar, amma bunu da kipriyə tətbiq eləmək olmur. Ön tərəfindəki maqnitlər yapışırdı, arxa hissəsindəki maqnitlər havada qalırdı. Dəfələrlə yoxladım, yenə də alınmadı. Ona görə də kiprik kley sifariş eləmişəm, bəlkə elə istifadə eləyə bilərəm. Qiyməti 5 manat 82 qəpikdir. Diş macunu, krem azalanda bu vasitə ilə içindəki məhsulu sıxıb çıxarmaq olur. Qiyməti 33 qəpikdir. Bu metrə digərlərindən fərqlənir. Arıqlama zamanı nə qədər incəldiyini bununla ölçmək daha rahat olar. Qollarım biraz daha iri görünürdü, buna görə də idman elədim və nə qədər fərq olduğunu bununla rahat ölçdüm. Qiyməti 1 manat 17 qəpikdir. Sifariş verdiklərimdən ən çox xoşuma gələn bu məhsul oldu. Paltonun əvvəlcə qiyməti 55.98 qəpik idi, daha sonra 45 manata düşmüşdü. Düşən zaman isə fiyat düzənləməsinə basaraq endirilən pulu ala bilərsiniz. Bir ay ərzində geri qaytarmaq mümkündür. M razmerini sifariş eləmişdim. Əvvəl isə S razmer geyinirdim. Ana olduqdan sonra isə çəkim artdığı üçün ona görə də M razmerini seçməli oldum.
Əvvəlki çəkim 55 kiloqram idi. Ana olan zaman isə 70 kiloqrama qədər çıxmışdı. İndi isə çəkim 62-yə düşüb. Çalışacağam ki, əvvəlki çəkimə qayıda bilim. Üstündə xəmir yaymaq üçün yaxşı vasitədir. Nə qədər santim yaydığınızı bilmək üçün üzərində ölçülər var. Buradan baxıb bilmək olar. Qiyməti 3 manat 75 qəpikdir. 8 marta görə bacılarım və atam bizə qonaq gələcək. Ona görə də tufovkaya toyuq qoydum ki, qril olsun. İlk dəfə də eləyirəm, görək necə alınacaq. Bir qazanda yarpaq dolması bükdüm, qoydum pişməyə. Qaynanamla mən bacılarıma hədiyyə almışıq. Böyük bacıma duş geli almışam, çünki o belə şeyləri xoşlayır. Ətri elə bil lavanda qoxusuna bənzəyir. Bir də nəmləndirici əl kremi götürdüm. Balaca bacım Eldor şampunu işlədir, ona görə də bu şampunu götürdüm. Mən də bu şampundan işlətmişəm, keyfiyyətini bəyənirəm, sizə də tövsiyə edirəm. Bir dənə də əl kremi götürdüm. Əl kremini quru dəri üçün olanını götürdüm, çünki dəri tipi qurudur. Bunlar isə qaynanamın aldığı hədiyyələrdir. Qaynanam hər ikisinə də çaşqa və corab hədiyyə alıb. Çox sağ olsun, düşünüb alıb. Buradan bütün xanımların 8 mart bayramını təbrik edirəm. Həmişə seviləsiniz və xoşbəxt ömür sürəsiniz inşallah. Bu koftanı da qaynanam mənim üçün alıb. Materialı nazik və yumuşaqdır. Əsl yaz və payız ayına uyğundur. Bunu da nəvəsinə Banuya hədiyyə alıb. Buradan nənəsinə təşəkkür edirik. Bacılarım və atam artıq gəlib. Özləri ilə belə bağlamalar gətiriblər. Bunu balaca bacım Rəhimə Banu quzum üçün alıb. Bu oyuncaq uşaqların yaradıcılığı və təsəvvür gücünü inkişaf etdirmək üçün əla seçimdir. Uşaqların sosial bacarıqlarını və yaradıcılığını inkişaf etdirir. Belə bir geyim dəsti də hədiyyə alıb. Paltar həm gözəl, həm də hərəkət etməyə imkan verir. Ayaqqabıları bacım qaynanam üçün hədiyyə alıb. Bu da yumşaq və keyfiyyətlidir. Ən əsası ayağının altı sürüşməyən materialdandır. Həmişə ayaqqabı alarkən ayağının altına baxıram. Bu vərdiş də atamdan keçib. Əvvəllər atam və babam ayaqqabı tikib satırdılar. Ona görə də ayaqqabı alarkən nələrə fikir vermək lazım olduğunu bilirəm. Əvvəllər insanlar keyfiyyətli ayaqqabı alırdılar. İndi isə keyfiyyətinə önəm vermirlər, qiymətinə önəm verirlər. Ona görə də Çindən gələn ucuz ayaqqabılar daha çox satılır. Amma vaxtilə ayaqqabının bir cütünü atam 50 manata düzəldirdi. O vaxtın 50 manatı daha dəyərli idi. Çünki 50 manata nə qədər bazarlıq eləmək olurdu. İndiki dövrdə isə 50 manata 2-3 şey alırsan və pul bitir. Gərək maaş yüksək ola ki, istədiklərini ala biləsən. Bu bağlamadakıları da atam gətirib, çox sağ olsun. Keçən dəfə məndən dux adları soruşmuşdu. Mən öz istədiyim dux adlarını yazdım və bir də böyük bacımın istəyi ilə narkiso pudranı yazmışdım. Atam elə başa düşüb ki, mən narkiso pudra duxusunu istəmişəm, ona görə də gedib həmin duxudan alıb. Mən də dedim ki, bu duxunu böyük bacım Elnara istəmişdi. Ona görə də mən götürmədim, Elnaraya hədiyyə elədim. Yoldaşım oruç tutmuşdu, ona görə də iftar vaxtına az qalıb. Məni tələsdirir ki, süfrəni hazır edeyim. Mən isə burada video çəkirəm. Artıq çəkib qutarım və gedirəm yeməyə hazır edəm. Dolma artıq pişib, yerləşdirirəm qablara. Bu qədər dolmanı bükməyə 50 dəqiqə vaxtım getdi. Ən çox vaxt aparan isə yarpaqların üzərindəki saplaqlar oldu. Sağ olsun qaynanam kömək elədi mənə. Qril də artıq bişib, səhv eləmirəmsə 1 saat yarım ya da 2 saata bişdi. Üzəri yaxşı qızarıb və tam bişmişdi. Qrili verdim ki, bacıma doğrasın. Mən də həmin vaxtda digər işlərimi gördüm. Yarpaq dolmasının ətindən artıq qalmışdı. Qaynanam da kələm dolması hazırladı. Dadı çox möhtəşəm idi. Dolmanın ətinə quyruq vurdığımız üçün çox dadlı alınmışdı və bir də fikir verdim ki, kələm dolmasına nanə çox gözəl yaraşır. Nanə yarpaq dolmasına vurulur, amma kələm dolmasına vurulanda dadını çox gözəl etmişdi. Bacım gələrkən özü ilə tort da gətirmişdi. Tortun görünüşü çox iştah açandı. Sizcə evdə hazırlanmış tort daha yaxşıdır, yoxsa mağazada alınan? Tortu görəndə ilk diqqətimi çəkən şey gözəl dizayn və tərtibatı oldu. İlk dəfədir buradan alıb sınayırıq, qiyməti 25 manatdır. Kremi yüngüldür, içində ananas var, marojna kimi dadlıdır. Tortu Padişah Desert House-dan alıb, alacaq olanlara tövsiyə edirəm. Sizin sevimli tortunuz hansıdır? Şərh bölməsində qeyd edin. Videonu burada sonlandırıram. Xanımların 8 mart bayramını bir daha təbrik edirəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın və şərh bölməsinə fikirlərinizi yazaraq mənə dəstək ola bilərsiniz. Abunə olaraq yeni videolardan xəbərdar olacaqsınız.